Salam, hər vaxtınız xeyir olsun. Mənim adım Lalədir və kanalımı yenə açmışam. Zəhmət olmasa kanalıma dəstək olmağı unutmayın. Mən sizlərə özümü kəşf etdiyim bu yeməyi hazırlayıb göstərmək istəyirəm. Və əminəm ki, siz də hazırlasanız dadını çox bəyənəcəksiniz. 1 kilo una 1 xörək qaşığı duz əlavə edib yaxşıca qarışdırırıq. Sonra isə 2 xörək qaşığı şəkər tozu əlavə edib və 1 paket instant maya əlavə edib yaxşıca qarışdırıram. Sonra isə buna 2 xörək qaşığı bitki yağı, yəni duru yağ əlavə edib başlayıram xəmiri yoğurmağa. Xəmir orta olmalıdır. Nə çox bərk, nə çox yumşaq olmalıdır. Mən içliyi çəkməyi unutmuşam. İçliyə gedir 700 qram kub doğranmış balqabaq, 300 qram ət, 2 orta boy soğan, 2 xörək qaşığı da silə xörək qaşığı duz, 1 çay qaşığı da qara istiot. Yarım stəkan da duru yağ əlavə edib içliyi hazırlayıram və xəmiri yoğurub üstünü örtüb 15 dəqiqə dinlənməyə qoyuruq. Xəmirimiz özünə gələndən sonra 3 kündəyə ayırırıq. Orta kündəni digərlərindən biraz kiçik tuturuq və başlayırıq ilk kündəni yaymağa. İlk kündəni yayıb açdıqdan sonra soba listinə yağlı kağızı qoyub ilk yuxanı ora yerləşdiririk. Sonra içliyin bir hissəsini, yarı hissəsini əlavə edib yaxşıca yayıb digər yuxanı açırıq. Yuxamı yayıb əlavə edirəm soba listinə. Qalan içliyimi də üzərinə əlavə edib sonuncu yuxamı da yayıb soba listinə yerləşdirdikdən sonra yuxaların kənarlarını bərkidirəm, bir-birinə yapışdırıram ki, içlikdən kənara çıxmasın və xəmirin üzərinə qatıq əlavə edib kislə yaxşıca yayıram ki, sobada yaxşı qızarsın və yumşaq olsun. Yeməyimiz bu qədər. İnşallah ki, bəyənərsiniz. Mən də çalışacağam ki, sizin üçün praktik, həm də ləzzətli yeməklər bişirim, səhifəmdə paylaşım. Sağ olun və səhifəni izləmədə qalın.